Azərbaycanda əhalinin ev almaq imkanı azalır. Hökumət qiymətlərin qalxmasını, müstəqil ekspert isə korrupsiyanı və gəlirlərin az olmasına səbəb göstərir. Mərkəzi Bankın açıqladığı 2025-ci ilin ilk yarısı üzrə maliyyə sabitliyi hesabatında deyilir ki, son 5 ildə mənzillərin qiyməti 46% artıb. 2023-cü ildən isə ipoteka kreditləşməsində azalma var. Hesabat bunu evlərin bahalaşması, ipoteka faizlərinin artması və dövlət hesabına verilən kredit həcminin limitli olması ilə izah edir. Dövlət hesabına kreditlər ipoteka və kredit zəmanət fondunun xətti ilə verilir. Müəyyən meyarlara cavab verənlər isə fonddan güzəştli kredit də ala bilir. Ümumilikdə belə kreditlərin faizləri 4-8% arasındadır. Parlamentdə Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Elşad Musayev bildirir ki, xüsusən də paytaxtda mənzil qiymətləri yüksəkdir, tikinti sahəsində isə azalma var. Azərbaycan özündə kifayət qədər çoxlu iş adamları var, tikinti ilə məşğul olan adamlar var ki, bunlar tikinti ilə deməli yeni binaların tikilməsi üçün fürsət axtarırlar. Əllərində pulları var, vəsaitləri var. Əgər bunlara imkan verirsə, Bakı şəhərinin özündə 5 mərtəbələr, 9 mərtəbələr var, köhnə Sovet dövrünə qalmış həmin binalar var ki, onları tikib yerində hündür, modern binalar tikə bilərlər. Mən bu iş adamlarının söhbət əsasında deyirəm ki, adamlar ortaya vəsait qoymağa hazırdırlar. Binalar tikməyə də hazırdırlar. Mən isə bilirəm bu sahədə biz əgər yumşalma siyasət həyata keçirə bilsək, yenidən Azərbaycanda bir tikinti bumu həyata keçirilsə, yəni bunu eləmək olar sadəcə bu məsələdə monopoliya aradan götürülməlidir və iş adamlarına, ölkənin daxilindəki iş adamlarına şərait yaradılmalıdır ki, həm tikinti ilə məşğul olsunlar, yeni deməli iş yerləri açsınlar, insanlar iş yerləri tapsınlar, işləsinlər. Eyni zamanda qiymətlər də